Mövzumuz handbol idman oyunudur. Handbol idman oyunu ilk dəfə 1898-ci ildə Danimarkada yaranmışdır. Yaradıcı isə Holger Nilsson adlı bir şəxs idi. Oyunun mənası, yəni handbol idman oyununun mənası əl topu deməkdir. Baxın, oyun 40-ın 20 metrə olan bir meydançada keçirilir. Yəni 40 metr uzunluğu və 20 metr eni olan. Və meydança müəllimlər tam mərkəzdən iki bərabər hissəyə bölünür və mərkəzdən tam bir dairə çəkilir. Dairənin radiusu 2 metr, diametri isə 4 metrdir. Oyun da başlanılanda rəqib oyunçular mərkəzi dairədən 3 metr kənarda, 3 metr kənarda olmalıdırlar. Bundan başqa sizə ilkin olaraq tarixlərdən danışım müəllimlər. Bu oyun ilk dəfə dedik, nə vaxt yaranıb? 1898-ci ildə yaranmışdır. Bundan sonra isə basketbolun ilk dəfə 1946-cı ildə federasiyası yaranmışdır. 1898 dedik yaranma tarixidir. 1946 isə bu oyunun federasiyasının, yəni beynəlxalq federasiyası yaranmışdır. Bundan başqa isə Olimpiya oyunlarında ilk dəfə rəsmi nə vaxt çıxış olunub deyilərsə, deyəcək ki 1936-cı ildə. Amma müəllimlər bir şey var. 11-in 11'e olmuşdur. Yəni hər tərəfdə 11'in 11'e bir oyunçu ilə oynanılmışdır bu oyun. Bundan başqa amma soruşularsa, bəs yaxşı, handbol idman oyunu ilk dəfə 7'nin 7'ye Olimpiya oyunlarında rəsmi nə vaxt çıxış olub, onda deyəcək ki 1972-ci il. Bəs yaxşı, 1936-cı ildə həm qadın, həm kişi mi iştirak etdi Olimpiya oyunlarında? Xeyr, yalnız kişi komandaları iştirak etdi ilk dəfə. Amma yaxşı, soruşulsa ki, qadınların ilk dəfə Olimpiya oyunlarında çıxışı nə zaman oldu? Deyəcək ki, ilk dəfə handbol idman oyunu Olimpiya oyunlarına rəsmi olaraq nümayiş olunduqdan 40 il sonra, yəni 1976-cı ildə ilk dəfə 7'nin 7'ye qadınlar iştirak etmişdir. Burada isə 7'nin 7'ye yenə kimlərdir? Kişilər, necə ki 36 olan kimi. Deməli 1936-da ilk dəfə rəsmi olaraq Olimpiya oyunlarına daxil olundu, həmçinin nümayiş olundur 11'in 11'e. Amma 7'nin 7'ye ilk dəfə 1972-ci ildə 7'nin 7'ye kişilər oldu. 1976'da isə 7'nin 7'ye qadınlar oldu. Bundan başqa olaraq müəllimlər, bu topun oyunda istifadə olunan topun çəkisindən və topun diametrindən danışın. Topun çəkisi deyək. Topun çəkisi. Kişi və qadınlarda. Kişilərdə müəllimlər, topun çəkisi 425 qram 475 qram aralığında. Qadınları üçün isə 100 qram aralarında fərq var. Belə yadda saxlaya bilərik. 425 kişilərdə başlayır, amma qadınlarda ondan 100 qram azdır. Yəni ki 375 qram aralığında olur. Gördünüz, az bir fərq var. Bundan başqa topun soruşularsa ki, bəs çevrəsi, topun çevrəsi. Yenə kişilərdə müəllimlər olacaq 58, 60. Qadınlarda isə 54, 56 santimetr. Baxın, qadınlarda 54, 2 dənə artıb, yəni 56, 54, 56 aralığında. Bəs kişilərdə 56-ın üzrə 2 gəlib 58 və 58, 60 santimetr aralığında olur. Yəni 54-dən 60'a qədər 2-2 artır, belə yadda saxlaya bilərik ki, rahat 54, 56 qadınlardadır. Kişilərdə isə nə qədər oldu? 58, 60 santimetr. İndi keçdik müəllimlər oyunun gedişatına. Oyun müəllimlər 60 dəqiqə davam edir. 60 dəqiqə davam edir və 2 hissədən ibarətdir. Baxın, 2 hissə. Əgər oyun 60 dəqiqə edirsə və 60 dəqiqədə bundan başqa olaraq 2 hissə davam edirsə, deməli hər hissəmizdə nə qədər vaxt düşəcək? 30 dəqiqə. 30 dəqiqə. Bunu da qeyd etdik. İndi gəldik müəllim, yaxşı.
hissələr arası fasilələr soruşsalar, deyəcəksiniz ki, 10 dəqiqə. Yox, əgər soruşularsa ki, bəs beynəlxalq oyunlarda, yarışlarda bəs hissələr arası fasilə nə qədər olur? Hə, bu zaman deyəcək ki, 15 dəqiqə. Belə normalda soruşulsa adi halda 10 dəqiqədir. Beynəlxalq oyunlarda isə 15 dəqiqə olacaq. Bundan başqa müəllimlər, bu oyunda ümumi 3 time out var. Nə qədər? 3 time out. Time out. Müəllimlər, 3 time outdan hər hissəyə bir time out verilir. Baxın, məcburi. Məcburi deməyə daha doğrusu, yəni komanda sizi götürə də bilər, götürməyə də bilər. Yəni payına düşən deyirəm. Burada da biri. Deməli, time outlarından biri birinci hissədə verilir, biri ikinci hissəyə verilir. Baxın, bu hər hissəyə biri verilib ki, ha, bunlarda birinci hissədə götürmədiyim ikinci hissəyə keçmir. Nə də ikinci hissədə əgər götürmək istəmirəmsə, onu birinci hissədə götürə bilərəm. Hər time outun özünə aid olan bir time out, hissənin özünə aid bir time outu var. Və o həmin time outlar ki var, hərəsinə aid olan bir-birinə keçmir. İndi gəldik əlavə bəs 3 time out dedik. Əlavə olaraq bir dənə də time out var müəllimlər. Həmin bu time out'u mən istəsəm birinci hissədə götürərəm əlavəni, istəsəm ikinci hissədə götürərəm. Əgər mən birinci hissədə 2 time out'dan istifadə edərəmsə, ikinci hissədə artıq bir time out etmək imkanım var mənim. Yox, əgər birinci hissədə bir time out istifadə etsəm, ikinci hissədə artıq 2 time out'dan istifadə edə bilərəm. Və time out'ların müddəti də müəllimlər 60 saniyədir. Nə qədər? 60 saniyədir. Və belə bir qayda var. Əgər mənim 2 time out'um qalıbsa, ikinci hissənin sonuna 5 dəqiqə qalmış və yaxud da sual olar ki, oyunun sonuna 5 dəqiqə qalmış, 2 time out'um qalarsa, oyun necə davam edir? 2 time out əgər oyunun sonuna 5 dəqiqə qalmış qalarsa, avtomatik olaraq həmin time out'dan biri silinir, yalnız biri qalır. Əgər ikinci hissəyə qalarsa, 5 dəqiqə qalmış, biri silinəcək, biri qalacaq. Bunları bildik müəllimlər. Keçdik indi meydançada oyun gedişatına. Meydançada bütün xətlər müəllimlər 5 santimetrdir. Amma qapı xətləri və qapı dirəyindən başqa. Deməli, meydança xətlərinin qalınlığı nə qədər oldu müəllimlər? 5 santimetr. 5 santimetr. Amma yalnız qapı xətləri və qapı dirəkləri isə olacaq nə qədər dedik? 8 santimetr. Bundan başqa müəllimlər, oyun püşkatma ilə başlayır. Püşkatmanı qazanan komanda ya hücum edəcəyi qapını seçir və yaxud da oyunu, topu oyuna ilkin belə deyək, zərbə ilə daxil etmək istəyir. Əgər hər hansı bir komanda, tutaq ki, A komandası və B komandası deyək. A komandası əgər hücum istiqamətini seçirsə, növbəti səfər artıq birinci hissənin sonu, ikinci hissənin başlananda qapılar dəyişilir. Avtomatik olaraq A komandası keçir qarşı tərəfə, B də həmçinin digər qarşı tərəfə keçir. Yəni, hissələrin sonlarında, daha doğrusu birinci hissənin sonu, ikinci hissənin başlanında komandalar meydançada yerlərini dəyişir. Bu məcburidir, bu mütləqdir. Belə yadda saxlayın. Bundan başqa, əgər püşkatmanı tutaq ki, A komandası qazandı və dedi ki, mən topu oyuna ilk zərbə ilə daxil etməyi seçirəm. Bu zaman artıq A komandası nə edəcək? Topu mərkəzdən oyuna daxil edəcək. Əgər birinci hissənin başında A komandası topu oyuna mərkəzdən daxil edibsə, ikinci hissədə avtomatik olaraq top mərkəzdən ikinci hissənin başlanğıcında veriləcək B komandasına. Yəni, hər hissə, belə deyək, bir komanda başlayır. Birinci hissəni bir komanda başlayır, ikinci hissəni digər komanda oyunun başlanğıcında topu oyuna daxil edir. Bunları bildik. Bundan başqa, hər qol vurulduqdan sonra da müəllimlər, top oyuna mərkəzdən başlayır və həmçinin oyunun başlanğıcında mütləqdir ki, oyunun deyəndə, yəni birinci hissənin və yaxud da ikinci hissənin başlanğıcında mütləqdir ki, hər kəs, komandalar öz meydançasında olsunlar. Yəni, digər rəqib tərəfin meydançasına keçə bilməzlər. Amma fərqli bir cəhət var ki, əgər B komandası, misal üçün deyək, A komandasının qapısına qol vurarsa, top keçərsə, artıq A komandası, yəni qapısından qol buraxan, gəlib mərkəzdən topu oyuna daxil edəcək. Və bu zaman A komanda mərkəzdən topu oyuna daxil edirsə, A komandasının oyuncuları mütləq öz meydançalarında olmalıdırlar. Amma B komandasının oyuncularının artıq öz tərəflərinə, öz meydançalarına, yəni meydançalarına keçməyinə ehtiyac yoxdur. Yəni, A komandası qapısından qol keçir və topu mərkəzdən başlayır. B komandada 1 nəfər, 3 nəfər fərq etmir, 2 nəfər, 5 nəfər fərq etmir. Neçə oyuncusa bunların meydançasında qala bilər. A komandası rahat şəkildə hücumun başlada bilər. Yəni, bu məcburi deyil ki, qol vuran komanda mütləq özü tərəflərində keçsin. Bunu da bildik müəllimlər. Bundan başqa müəllimlər,
Handbol idman oyununda qapçı xətti, qapçı meydançası, penaltı nöqtəsi və 9 metrlik qırıq-qırıq müdafiə xətti, həmçinin sərbəst zərbələr yerinə yetirilən bir nöqtələr var, zonalar var. Bunları deyəcəm sizə, qarışdırmayın. Əsas məqamlardır müəllimlər. Baxın, qapı xəttindən, tam qapının mərkəzindən sahəyə sarı 4 metr uzunluğunda qapçı xətti deyilən bir zona var. Deyəcəm nə üçün lazımdır. Bundan başqa isə qapı xəttindən tam sahəyə doğru 7 metrlik bir dənə də xətt var. İndi 6 metrlik qapçı meydançasını demirəm. Onacan bunlara deyib ki, 4 metrlik nəyə lazımdır? Baxın, 7 metrlik penaltı zərbəsi yerinə yetirilən zaman zərbənin yerinə yetirən oyuncudan başqa rəqib oyuncular, öz komanda yoldaşları, daha doğrusu öz komanda yoldaşları 9 metrlik ki, qırıq-qırıq xətt var, bura qədər olan 9 metrlikdir. Həmin xəttin kənarında və arxasında olmalıdırlar. Amma rəqib oyuncular isə cərimə zərbəsi yerinə yetirilən 7 metrlik, yəni penaltı nöqtəsindən 3 metr harda olmalıdırlar? Kənarda. Amma öz komanda yoldaşlarını isə 9 metrlik xəttin kənarında olmalıdırlar. Bundan başqa 7 metrlik penaltı zərbəsini yerinə yetirən oyuncu maksimum 1 metr kənardan topu belə deyək, qapıya zərbə indirə bilər. Deməli, zərbəni yerinə yetirən oyuncu maksimum 1 metr kənardan topu qapıya vura bilər. Rəqib oyuncular 3 metr məsafə saxlayır. Öz komandalarının, yəni yoldaşlarının, yəni cərimə zərbəsini yerinə yetirən oyuncunun komanda yoldaşları isə 9 metrlik qırıq-qırıq xəttin arasında kənarında olmalıdırlar, arxada. Və bu zaman 7 metrlik penaltı zərbəsi yerinə yetirilən vaxtı qapçı maksimum müəllimlə 4 metrlik xəttə qədər çıxa bilər. Yəni 4 metrlik nöqtədən, xəttdən önə keçə bilməz, onun arxasında olmalıdır. Bax, 4 metrlik qapçı xətti bu zaman bizə lazım olur ki, penaltı zərbəsi zamanı 4 metr kənarda olmalıdır. Belə də hesablayanda baxın, rəqib oyuncu 3 metr məsafə saxlanmır. Həmçinin qapçı da zərbə yetirilən nöqtədən 3 metr kənarda olur. Yəni 7 metrdən 4-ün çıxanda 3 metr qalır. Bu araya nə qədər düşür? 3 metr. Bundan başqa müəllimlər, penaltı zərbəsi zamanı, penaltı zərbəsi yerinə yetirən oyuncu, həmçinin onun komanda yoldaşları top dirəyə və qapı dirəklərinə, həmçinin qapıçıya dəyib qayıtmadan təkrar topa toxuna bilməzlər. Olmaz. Yəni, əgər həmin oyuncu və ya da komanda yoldaşları təkrar topa toxunma, belə deyək, hüququna malik olmaq üçün mütləq top qapıçıya və ya da qapı dirəklərinə dəyib qayıtmalıdır. Bu zaman toxuna bilərlər. Amma toxunmadan geri qayıdarsa olmaz, qadağandır. Bundan başqa müəllimlər, 7 metrlik penaltı zərbəsinə 3 saniyə hakim vaxt verir. Hakim topu oyuncuya verdikdən sonra nə qədər vaxt verilir? 3 saniyə hücumçuya vaxt verilir ki, topu qapıya vursun. Və bundan başqa bir də bax, gördüyünüz bu sarı zona olan var, sarı fonla işarələnmiş. Müəllimlər, tam qapı xəttinin mərkəzindən istənilən bir irəli həmin qövsə qədər olan məsafə tam mərkəzindən 6 metrdir. Buna da 6 metrlik qapçı meydançası deyirlər. Yəni, qapçı həmin gördüyünüz bu zonada 6 metrlik qapçı meydançasında topa bədəninin istənilən bir üzvü ilə belə deyək, toxuna bilər və saxlaya da bilər. Amma 6 metrlik zonadan kənarda isə sahə oyuncuları isə müəllimlər diz və dizdən yuxarı bədənin istənilən bir üzvü ilə toxuna bilərlər. Düzdür, topu əli ilə oynamalıdırlar. Həmçində əl topudur bu oyun. Amma baxın, bir də bu əl topu dedim, handbolda demişkən. Düzdür, basketbolda deyirik ki, barmaqların ucu ilə çiləmək lazımdır topu. Amma basketbolda demişdik ki, topu barmaqların ucu ilə çiləmək lazımdır. Amma handbolda basketboldan fərqli olaraq top ovucun içərisində tam yerləşdirilə bilər. Yəni tam yerləşdirilib oynanılmalıdır. Və dedik ki, topu yalnız daimi bir əllə çilənməlidir. Baxın, sahə oyuncuları dedik ki, bədəninin yalnız diz və dizdən yuxarı hissəsini toxuna bilərlər, dizdən aşağı toxuna bilməzlər. Yalnız qapıçı və qapıçı da mütləqdir ki, qapı meydançasında yalnız. Qapı meydançasında bədənin istənilən bir üzvü ilə toxunsun. Yaxşı, bəs qapıçıya nələr olar, nələr olmaz dedik. Qapıçıya baxın, birinci qadağan olmuşdan deyim. Top əlində qapıçı meydançasını tərk edə bilməz. Top əlində çiləyərkən qapıçı meydançasını tərk edə bilməz. Həmçinin, belə deyək, qapıçı meydançasında yerləşərək sahədə digər qapıçı meydançasından kənarda, yəni sahədə yerləşən topu əlini uzadıb götürə bilməz. Həmçinin digər meydança oyuncuları da qapıçı meydançasına daxil ola bilməzlər. Həmçinin sahədə yerləşən oyuncu qapıçı meydançasında yerləşən topu əli ilə, belə deyək, əlini uzadıb götürə də bilməz. Həmçinin, belə deyək, sahə oyuncuları nə qapıçı meydançasına
daxil olub, misal üçün qapıçına əvəzlənmə anında da olsa belə topla qapıçı meydançasına daxil ola bilməz. Nə də ki, qapıçı özü də top əlində qapıçı meydançasını tərk edə bilməz. Hə, topsuz halda tərk edə bilər, məhdudiyyətsiz şəkildə yer dəyişmələr edə bilər. Həmçinin gedib meydançada sahə oyunçularına tətbiq olunan qaydalar şərti ilə oyun nümayiş etdirə bilər. Bundan savayı nəzarətindən, ixtiyarından çıxan topun ardınca gedib götürüb sahə oyunçuları kimi oyunun davam etdirə bilər. Bu hallar olar. Bunları bildik. Deməli 4 metrlik xəttimiz oldu nə? Qapıçı xətti, 6 metrlik zonu oldu. Qapıçı meydançası, 7 metrlik penaltı zərbələri üçündür. 9 metrlik qırıq-qırıq xəttimiz isə həm müdafiə xəttidir, həmçinin də sərbəst zərbələr yerinə yetirmək üçündür. Yaxşı müəllimlər. Hansı hallarda qol qeydi alınır? Bunları deyim sizə. Baxın, İstənilən oyun epizodunda rəqib qapısına daxil olan topdan, belə deyək, top qol kimi qəbul edilir. Bundan savayı, digər bizim futbol, həmçinin futsal oyunumuzdan fərqi odur, elə basketbolda da deyə bilərik həmçinin. Yandan top oyuna daxilində birbaşa rəqib qapısına daxil olarsa top, qol qəbul edilir. Yalnız müəyyən oyunlarımızda fərqli cəhəti budur ki, yandan top oyuna daxilində birbaşa rəqib qapısına daxil olarsa qol sayılacaq. Həmçinin penaltı zərbəsindən daxil olsa sayılacaq, sərbəst zərbədən daxil olsa sayılacaq. Qapıdan qapıya birbaşa atılsa belə deyək, qəbul edəcək. Həmçinin küncdən top rəqib qapısına daxil olarsa belə deyək, qəbul ediləcək. Bu halların hər birində rəqib qapısına daxil olan deməli top qol kimi hesaba alınacaq. İndi gəldik müəllimlər mərkəzdən. Mərkəzdə oyun başlanğanda zərbənin yerinə yetirən oyuncu təyin edildi və zərbənin yerinə yetirən oyuncu mütləq bir ayağı, belə deyək, xəttin ayağının bir hissəsi o mərkəz xəttin üzərində olmalıdır. Digər ayağı o xəttin üzərində də ola bilər, həmçinin xəttin kənarında da, özünə aid olan sahədə də ola bilər. Bu mütləqdir. Həmçinin yandan da müəllimlər, top oyuna daxil ediləndə oyunçunun mütləq ayağı xəttə tapdalanmalıdır. Deməli, handbol idman oyununda mərkəzdən və yandan topu oyuna daxil edən oyuncu mütləqdir ki, xəttə tapdalasın. Bu əsas şərtdir. Əsas şərt nə olduğu? Xəttə tapdalayıb topu oyuna daxil etməlidir. Əgər tapdalamadan topu oyuna daxil edərsə, bu qayda pozuntusudur. Bundan savayı amma 7 metrlik penaltı zərbəsi zamanı və 9 metrlik sərbəst zərbələr zamanı mütləqdir ki, xəttə tapdalamayasan. Deməli, 7 və 9 metrlikdə zərbəni yerinə götürən oyuncu xəttə tapdalamalı deyil. Bu mütləq şərtdir. Amma mərkəzdən və yandan başlayanda nə etməlidir? Mütləq xətti tapdalamalıdır. Və dedik ki, müəllimlər, bu oyunda oyuncu topu əlinə bir əli ilə çiləməlidir. Yəni, iki əlinə çiləmək olmaz. Həmçinin ayağı ilə də oynaya bilməz. Əli ilə oynanmalıdır. Bundan başqa, topu əgər tutdusa oyuncu çilədikdən sonra təkrar çiləyə bilməz. Buna icazə yoxdur. Nə etməlidir? Həmin oyuncu 3 saniyə və 3 metr, belə deyək, vaxt və məsafə verilir. Yəni 3 metr, maksimum topu tutdun, 3 metr məsafə ata bilərsən. Həmçinin 3 saniyə ərzində ya topu ötürmə etməlisən və yaxud da rəqib qapısına vurmalısan. Bundan savayı hakim görərsə ki, hər hansı bir komanda oyunun gedişatını ləngidir. Yəni pasiv oyun nümayiş olunur. Bu zaman hakim həmin komandaya xəbərdarlıq edir. Və bu xəbərdarlıqlarında hakim maksimum komandaya 4 ötürmə şansı verir ki, maksimum, yəni 4-cü ötürməyə dək topu rəqib qapısına vurmalısınız. Əks halda 4-cü ötürmədən sonra hakim oyunu saxlayır. Əgər rəqib qapısına ötürmə etməsələr, top alınır, rəqibə verilir. Yəni 4-cü ötürmədən artıq pasiv oyun nümayişi zaman olur bu da. Bunları bildik müəllimlər. Başqa indi keçəyin sizə mən danışım kartlardan. Gəlin kartlardan danışmamışdan öncə oyunun gedişatından deyim sizə. Baxın, bu oyunda müəllimlər qalibə 2 xal, məğluba 1 xal, üzr istəyirəm, məğluba 0 xal, heç-heçə, yəni buna biz bərabərlik də deyə bilərik, bərabərlik də deyə bilərik, 1 xal verilir. Deməli, handbol idman oyununda qalibə 2 xal, məğluba 0 xal, yəni heç-heçəyə, üzr istəyirəm, məğluba 0 xal, bərabərliyə, yəni heç-heçə isə komandaya neçə verilir? 1 xal verilir. Yəni oyun müəllimlər bərabərliklə də bitə bilər, heç-heçə ilə də bitə bilər və komandanın ümumi müəllimlər 14 oyuncusu var. Bəzi beynəlxalq yarışlarda isə 16 nəfərə dək ola bilər. Yəni bizdən soruşdular ki, normal halda handbol idman oyununda komandanın heyəti neçə nəfərdən ibarətdir? Deyirik 14 nəfərdən. Bəs yaxşı,
Maksimum soruşsalar neçə nəfərədək ola bilər? Beynəlxalq yarışlarda və razılıqla deyirik ki, onda 16 nəfər. Bunlardan müəllimlər əsas 7, ehtiyat da 7 nəfər olur. Bəs yaxşı, əlavə 2 nəfər müəllimlər ehtiyatda ola bilər. Bu da ümumi deməli ehtiyat maksimum neçə nəfər ola bilər? 9 nəfər ola bilər. Yaxşı, ehtiyat oyuncu 9-dan azla gələ bilər, 7-dən və yaxud da azla gələ bilər. Bəli, gələ bilər 3 ilə, 5 ilə, 2 ilə, 1 ilə, hətta 0 ilə də gələ bilər. Bəs əsas oyuncu necə? Əsas oyuncu da bəli, 7-dən azla gələ bilər, 6 nəfərlə də gələ bilər və minimum 5 nəfərlə. Artıq 5 nəfərdən azla oyuna başlaya bilməzlər. Bəs yaxşı, oyun müddətində 5-dən az oyunu davam etdirmək artıq hakimlərin qərarına baxır. Onların razılığına baxır. Yəni 5-dən az da oyunu davam etdirmək olar ya və yaxud da olmaz. Bunları bildik komandanın heyətin. Bundan savayı müəllimlər, sizə onu deyim ki, ümumiyyətlə 7 oyuncudan da əsas oyuncudan biri qapıcıdır, 6-sı isə sahə oyuncusu sayılır. Və əlavə olaraq müəllimlər, sizə dedik ki, oyunun gediyyatından danışır. Dedik ki, oyun 60 dəqiqə davam edir və 2 nə hissə. Hər bir hissəmizdə müəllimlər dedik ki, 30 dəqiqə. İndi gəlin belə. Oyunda bir neçə dənə püşkatma var, onlara deyəcəm. Birinci hissənin başlanğıcında püşkatma keçirilir. İkinci hissədə keçirilmir. İkinci hissə başlayanda komandalar yerini dəyişir. Həmçinin birinci hissədə topu oyuna daxil etməyən komanda ikinci hissədə topu nə edir? Oyuna mərkəzdən daxil edir. Bundan savay oyun bərabərliyinə bitərsə və qalibin müəyyən olunması mütləq olarsa, hakimlər qərar verirsə, əlavə olaraq müəllimlər 2 dənə 2x5'imiz açılır. Neçə dənə? 2 dəfə. Yəni 5 dəqiqə, 5 dəqiqə, əlavə yenə 5 dəqiqə, 5 dəqiqə. Ümumi neçə oldu? 20 dəqiqə. Deməli, müəllimlər 2x5'lərimizin hər birində ilkin olaraq püşkatma keçirilir. Artıq bizim bu oyunda sual versələr ki, bu oyunda maksimum neçə dənə püşkatma keçirilir, deyə bilər ki, 4 dəfə. İndi birini də deyəcəm. Əgər oyun 2x5 dəqiqə dedik, 2x5 dəqiqə açılır, əlavə overtime. Yenə burada qalib olmasa onun birincisində. İkinci dəfə təzədən yenə 2x5 dəqiqə, yəni 2 dənə 5 dəqiqəlik overtime açılır. Yenə burada da qalib müəyyən olmasa, qalibin müəyyən olunmağı mütləq olarsa, əlavə olaraq 5 penaltı seriyası yerinə yetirir. Baxın, qapını hakim seçir penaltılar seriyasında, amma ilkin penaltı zərbələri hansı komandanın yerinə yetirəcəyini isə püşkatma ilə keçirirlər. Yox, əgər yenə də qalib müəyyən olunmazsa, oyun bərabərə qalarsa, artıq sonda hər komanda bir-bir nə edəcək? Penaltı zərbələrini yerinə yetirməyə başlayacaq artıq. Bir komanda, bir dəfə A komandası, bir də həm B komandası bu formada. Bəs yaxşı, biz dedik ki, hissələr arası fasilə 10 dəqiqədir, beynəlxalq yarışlarda 15 dəqiqədir. Time-outlarımız belə deyək, 3-dür. Hər komandaya, hər hissədə biri var. Əlavə birinin də hissəsi 1-də və ya 2-də götürülür. Bəs yaxşı, əsas hissə bərabərlə bitərsə, əlavə vaxtlar oynanırsa, neçə dəqiqə fasilədən sonra oyun davam edir? 5 dəqiqə. Əsas hissə ilə əlavə hissənin arasında fasilə nə qədərdir? 5 dəqiqə. Bəs yaxşı, əlavə hissələrin arasında soruşularsa, fasilə nə qədərdir? Bu zaman deyəcək ki, 1 dəqiqə. Əlavə hissələrdə 1 dəqiqə. Bunları da bildik müəllimlər. Və hər bu 2x5 dəqiqə dedik. Ya, bunlarda birincisi də püşkatmanı hər hansı bir komanda başlayıb topu oyuna daxil edirsə və yaxud da hücum edəcəyi qapını seçirsə, artıq 2x5'in ikincisində həm komandalar yerlərini dəyişir, həm də birinci hissədə, birinci o 5 dəqiqəlikdə topu mərkəzdən oyuna daxil etməyən komanda bu dəfə artıq topu o mərkəzdən oyuna daxil edir. Keçdik kartlara müəllimlər. Mən deyərdim ki, bizə əsas lazım olan idman oyunlarında ən çox kart olan oyunlardan biridir. Ki, handball idman oyununda müəllimlər 4 kart var. Və yeganə idman oyunudur ki, mən deyərdim ki, cəza sayılmayan kart da var bu oyunda. Baxın, cəza sayılmayan kart var. Baxın, birinci kart sarı. İkinci kartımız qırmızı. Üçüncü kartımız mavi. Və dördüncü kartımız isə yaşıl kart. Müəllimlər, gəldik sarı karta. Bir oyuncuya maksimum 3 sarı kart verilə bilər. Sarı kart nə üçün verilir? Bunları saxlayaq ala kartları. Bu oyunda müəllimlər, oyuncuya bir şifahi xəbərdarlıq var. Ümumi komanda isə 3 şifahi xəbərdarlıq var. Maksimum, yəni bu limitdir. Bir oyuncuya neçə dəfə şifahi xəbərdarlıq oluna bilər? Bir dəfə. Bəs ümumi komandaya neçə şifahi xəbərdarlıq olunarsa deyilərsə, 3 şifahi xəbərdarlıq. Bəs yaxşı, bu şifahi xəbərdarlıqlardan başqa
bir oyuncuya sarı kart neçə dəfə verilə bilər? Dedik 3 dəfə. Niyə? Əgər hər hansı bir oyuncu nəsə qayda pozuntusu edərsə, digər hallar baş verirsə, qeyri-idmançıya yaraşmayan hərəkətlər olarsa, oyuncu oyunda müəllimlər 2 dəqiqəlik cəza ilə cəzalandırılır. 2 dəqiqəlik. Yəni 2 dəqiqə oyundan çıxarılır. Tutaq ki, bir oyuncu 2 dəqiqəlik bitdi, oyunun müəyyən bir vaxtına qayıtdı geri. Geri qayıtdıqdan sonra müəllimlər yenə həmin oyuncu yenidən bir qayda pozuntusu etdi və yenə göndərildi 2 dəqiqəlik. Artıq neçə oldu? 1, ikincini də getdi. İkinci dəfə 2 dəqiqə cəza aldı, sarı kart verildi, getdi. Yenə 2 dəqiqəsi bitdi, oyunun bir müəyyən hissəsində yenidən geri qayıtdı. Artıq müəyyən hissəsində oyunun geri qayıtdıqda müəllimlər davam etdi. Artıq 3-cü 2 dəqiqəlik alanda hakim üzərinə bir dənə də müəllimlər qırmızı kart qoyur, oyuncuya deyir ki, Allah sənin işini avan diləsin, get. Artıq oyuna qayıda bilməz. 3-cü 2 dəqiqəlikdən sonra həmçinin qırmızı kart verilir. Qırmızı kartla həmçinin dedim, oyuncunun bir dəfəlik oyundan qovulmasıdır. Yaxşı, bəs mavi kart nə üçündür müəllimlər? Mavi kart isə oyuncunu bir oyundan və yaxud da bir neçə silsiləli oyundan nə etməkdir? Qovmaqdır. Yəni bir daha sən bugün kimi, sabah kimi növbəti səfərdə olan silsiləli oyunların heç birində iştirak etməmək. Yəni ən ağır kart sayılır. Diskalifiya belə deyək, kartı da üzrəsindən deyə bilərik buna ki, oyun bir və ya da bir neçə oyundan kənar gəldi. Yaxşı, yaşıl kartda. Yaşıl kartda 3 dənə, 3 dəfə hər komandanın 3 yaşıl kartı var. Mən məşqçisi də olur. Məşqçi deməli 3 kartımızda müəllimlər üzərinə hər birini T1, T2 və T3 yazılır. Bunlar time-out kartlarıdır. Məşqçisi də olur. Məşqçi time-out götürülen zamanı, time-out müddəti nə qədər demişdik? 60 saniyəlik. Artıq 50-ci saniyədə hakim fit verir. 10 saniyə qalmış xəbərdarı 10 saniyədən sonra bəs komandalar time-out müddəti bitir, meydançaya qayıdın. Yəni 50-ci saniyədə xəbərdarlıq edir. Və dedik ki, hər 3 time-out kartı kimdə olur? Məşqçisi də olur. Üzərinə T1, T2, T3 yazılır. Əgər məşqçi tutaq ki, birinci time-outdan istifadə edirsə, ilkdən aparır, T1-i qoyur hakim masası üzərinə, artıq time-out'u nə edir? Tələb edir. T2-ni də tələb edəndə T2-ni gedir qoyur, T3-ü də həmçinin bu formada və əlavə vaxtlarda müəllim time-out yoxdur. Bunları da bildik bu kart məsələlərində. Başqa sizə dedik passiv oyunu dedik. Oyuncu dəyişikliğində məhdudiyyət yoxdur müəllimlər. Məhdudiyyətsiz şəkildə oyuncular hətta özləri oyuncu dəyişikliyi etməklərə belə deyək, şans var. Bu da bizim handball idman oyunumuz.